Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Xınalıq kəndi inzibati ərazi dairəsinin Qalaxudat kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Xahiş edirəm, bu torpaq islahatı neçədə yerləri, cəmaatın kassiyələrinin də artıq ilə cəmaat arasında düzgün paylanmağına xahiş edirəm, hükümətini göstərsin. O işlər artıq yekunlaşıb, torpaq islahat proqramı. Ola bilər ki, müəyyən yerlərdə hansısa bir sürüşmələr falanlar mən bildiyim qədər mövcud. Onu da 2 dəfədə dəqiqləşdirmələr olub. Amma indi deyəsən nəsə yeni bir yanaşma olmalıdır. Təzədən dəqiqləşdirmə elədir, Ayazman. Təcrübədə görünür ki, müşahidə olunur ki, vətəndaşlar islahat dövrünə qədər el arasında deyilər dədə-baba torpağından istifadə edilir. İslahat aparılır, amma dədə-baba torpağı ilə də qalır. Vətəndaş müraciət edən zaman ki, torpağına çağırışlar həmin müvafiq bazalara istinad edilir. Ancaq yerində vətəndaşın torpağı ayrılır. Çıxış yolu kimi vaxtlaşdırma, bu da təbii ki, müzakirə mövzusudur. Ondan sonra bir yol tapa bilirik. Bir çox hallarda. Siz qəbuldan sonra o cavan oğlanın dediyi məsələni bir aydınlaşdırın, görüm istədiyi nədir? Yeni islahat yoxdur. Torpaq paylaması məsələsi o qutarır. Amma ola bilər hansı uyğunsuzluq var falan var, onu müvafiq qurum araşdıra bilər. Siz qəbuldan sonra yaxınlaşın, deyin, konkret nədir müraciətiniz, ona uyğun addım atsınlar. Siz sağ olun. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Qalaxudat kənd ümumi orta məktəbində yaradılmış şəhidlər xatirə güşəsinin önünə gül dəstələri düzüblər. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV üçün.